Qısa reklam aramız və qaldığımız yerdən bərabərik. Studiyamın dəyərli qonaqları var. Təqdim etmək istərdim. Belə ki, Azər Cəbrayılov bizimlə bərabərdir və elə mərkəzdə məşqçi və ikinci dan qara kəmər ustası Tərlan Həşimov bizimlə bərabərdir. Xoş gördük. Hər vaxtınız xeyir olsun və deməli bizim gələcəyin idmançıları bizimlə bərabərdir. Birazdan özlərini təqdim edəcəklər və uğurlarından danışacaqlar. Azər bəy, xoş gördük. Sizinlə başlamaq istərdim. İstərdim özünüzü təqdim edəsiniz bizə baxanlara və ardından digər suallarımı sizə təqdim edəcəm. Buyurun. Çox sağ olun bizi dəvət etdiyiniz üçün. Mən də hər birinizi salamlayıram. Mən Azər Cəbrayılov, Aerodinamik Kompleksi direktoru, həm də Dünya Real Aykido Federasiyasının Azərbaycanda rəsmi nümayəndəsiyəm. 4-cü dan qara kəmər ustasıyam. Nə gözəl. Mən də sual sistemimi olamaq istərdim. Real Aykido nədir və necə meydana gəlib? Bax, bu haqda istərdim danışaq. Real Aykido, Aykidodan yaranmış bir döyüş növüdür və yarası Lyubomir Vraçeleviçdir. 93-cü ildə bir çox döyüş növlərinin sintez edərək hibrid döyüş növü hazırlayıb və adını Real Aykido qoyub. Yəni Lyubomir Vraçeleviç özü bir deyək, obyektlərin birində mühafizə işləyib cavan vaxtlarında və elə olub ki, nəsə bir problem olub və bıçaqla hücum ediblər. Və bəzi məsələlərdən Lyubomir özünü müdafiə edə bilməyib. Sonra artıq fikirləşib ki, mən necə eləyə bilərəm, mən neçə illərdir bu idman, yəni döyüş növlərlə məşğulam, amma hal-hazırda elə bir vəziyyət yarandı ki, özümü müdafiə edilmədim və bir çox döyüş növləri birləşdirərək Real Aykido idman növü yaratdı. Təsadüfən ortalığa çıxıb, elə başa Bəli, və judo, jiu-jitsu və bir çox döyüş növləri qarşılayıb və 7% axrana hazırlayıb, özü general leytenant olub. Bu idman növünə ölkəmizdə maraq varmı? Bəli, var. Neçə yaşdan artıq uşaqlar bu idman növü ilə məşğul ola bilərlər? 4 yaşdan yuxarı. Lyubomir Vraçeleviçin 2 qrupası var. Oyundan ustalığa doğrudur qrupanada. 4 yaşdan 13 yaşa qədərdir və 13 yaşdan yuxarıdır. Və bu idman növündə fərqliyi ondadır ki, cins və yaş fərqi yoxdur. Boy fərqi yoxdur, güc fərqi yoxdur. Deməli, xanımlar da məşğul ola bilərlər. Bəli. 4 yaşdan yuxarı. Bu idman növünün bəs digər idman növlərindən fərqi nədir? Çətinliyi varmı ümumi olaraq yoxsa? Bəli, çətinliyi var. Deməyim ki, hasan bir idman növüdür. Çünki texnikaları çoxdur. Yəni deyək ki, bəlli bir müdafiə olduğuna görə. Bəli, bəlli bir necə deyim? Deyək ki, bir 10 texnikadan sonra dayanır, xeyr, elə bir yoxdur. Yəni hər bir kəmər üzrə deyək ki, uşaq proqramlarında da elədir, böyük proqramda deyək ki, hər bir kəmərin öz texnikaları var, bəlli sayda. Və bu deyək ki, insan, uşaq da bu və ya böyüklər də Real Aykido'da məşğul olduqları zaman illər keçsə belə, yəni o proqram bitmir, yəni texnikaları bitmir. Aykido idman növü ilə məşğul olanlar nəyə diqqət yetirsələr daha yaxşı olar? Yəni çünki Azər bəy vurğulayır, 4 yaşdan artıq uşaqlar cəlb oluna bilər bu idmana. İlk öncə mən də sizləri salamlayıram. Çox sağ olun dəvətinizə görə. Əlbəttə ki, digər idmanlarda olduğu kimi ən birinci qidalarına, yuxu rejiminə diqqət eləməlidirlər, qidalarına diqqət eləməlidirlər və belə deyək, uğur qazanmaqdan ötürü stabil olaraq məşqlərdə iştirak eləməlidirlər. Belə deyək, məşqçilərin tapşırıqlarına diqqətlə əməl eləməlidirlər ki, özlərini küçə şəraitində daha yaxşı müdafiə eləyə bilsinlər və daha yaxşı özünü müdafiə texnikalarına yiyələnə bilsinlər. Ən əsas bu idmanda diqqət önəmlidir. Cəldlik önəmlidir və hadisə baş verən anda, həmin belə deyək, hadisəyə uyğun olaraq özünü müdafiə eləmək texnikalarını yəni tətbiq eləyə bilsinlər həmin anda. Yəni burada fiziki gücdən savayı, yəni əl-qol hərəkətləri. Bəli, cəldlik önəmlidir yəni bu idmanda və mən bu idman növü ilə məşğul olmaq istəsəm neçə müddətə belə demək qavrayaram, götürərəm bu idman. Belə deyim də sizə, yəni bu idmançının özündən asılıdır. Yəni əlbəttə ki, məşqdə məşqçi hər kəsə eyni tövsiyələri eləyir, eyni məşqləri keçir. Yəni necə ki, belə digər idmanlarda yəni hər kəs bir idmanla məşğul olur, amma çox az sayda belə deyək də olimpiya çempionu, dünya çempionu olur. Yəni idmançının özündən çox şey asılıdır. Burada da elədir ki, yəni bir insan ola bilər ki, bir ilə də daha yaxşı texnikalara yiyələnə bilər. Adam var ki, bəli, adam var gec, adam var tez və bu idmanda da ən yaxşı üstün tərəflərindən biri də odur ki, yaş məhdudiyyəti yoxdur. Və cins məhdudiyyəti yoxdur. Bəli. Məsələn, bizdə olub 50 yaşdan yuxarı da tələbəmiz olub. Minimum 4 yaşdan ta ki 50, 55, 60 yaşında da yəni
Və burada həm də var ki, yəni cins önəmli deyil də, xanım da ola bilir, bəy də ola bilir. Və bəzən ola bilir ki, hansısa bir insanın sağlamlığında biraz məhdudiyyətlər olur. Digər idmanlarda yarış növü olduğundan biraz fiziki tərəfdən bəli. Hə, amma bizdə olur ki, məsələn belə deyək, bəzi zədələri olan adamlar olur. Həkimlə tövsiyə eləyirlər, yəni məşğul ola bilirlər, bəli. Dostlarımızı gəlin yaxından tanıyaq. Mikrofonu götürərdin dostum sən. Özünü təqdim edərdin və neçə müddətdir bu idman növü ilə məşğulsan? Salam, mən Elmir Cəbrayılov. 4 yaşımdan bu idman növü ilə məşğul oluram. Neçə yaşın var dostum indi? Bəli. Neçə yaşın var indi hal-hazırda? 14. 10 ildir. Bəli. Aha. 10 ildir mən bu idman növü ilə məşğul oluram. Mən bu idman növünə gələndən özümü müdafiə etməyi öyrənmişəm. Hansı uğurları varmı Azərbaycan? Birinizdən qara kəmər ustasın. Mikrofonu ötürək digər dostumuza. Salam, adım Cavidan Tanrıverdiyev. 2019-cu ildən bu idman növü ilə məşğul olmuşam. 9 yaşımdan hal-hazırda 15 yaşıma qədər bir çox seminarlarda iştirak eləmişəm. Hal-hazırda qəhvəyi kəmərə sahibəm. Bu qədər. Mikrofonu ötürək bir xanımımız var burada. Hər kəsi salamlayıram. Mən Gülər Xudiyeva, idmana 2022-ci ildən başlamışam. İlk dəfə Azər müəllimi YouTube-da görmüşəm və həmin ildən mənim bu idmana həvəsim yaranıb və bu ilə qədər bu idmanla yəni məşğul oluram. Hansı uğurları varmı xanım? Göy kəmər. Azərbəy uşaqlar hansı yaşdan sonra artıq özləri məşq keçə bilərlər? Yəni onun bir pilləsi varmı ki, bu mərhələdən sonra artıq onları özləri də dərs deyə bilərlər digər şəxslərə? Belə deyim, uşaqlarda elədir ki, proqram, yəni bu idman növündə belə deyim, elədir ki, 2 proqram var. Uşaq proqramı və böyük proqramı. Burada artıq elə olub ki, yəni yaş kateqoriyası düzdür, hansısa bir 20-dən yuxarı olanda, göy kəmər olanda belə, yaş kəmər olanda belə, məsəl üçün məşqçiliyə başlayıblar. O yenə deyirəm, insan özünün asılıdır. Əsas insan öz psixologiyası olmalıdır, balaca ilə böyüklə davranış qaydası olmalıdır. Çünki hər bir uşağa individual yanaşmaq lazımdır. Çünki hər bir uşaq bir evin nümayəndəsi də belə deyim, hər bir uşağın bir psixologiyası var. Hər uşağın öz psixologiyasına gərək yanaşaq. Bir də bu idman növünü güləş idman növünə bənzətmək olar, yoxsa oxşarlıq varmı, yoxsa? Xeyr, oxşarlıq deyərdim, bəzi idman növləri, məsələn, kıvroklarda, məsəl üçün, aşma hərəkətlərində oxşarlıq ola bilər. İndi dostlarımız ayaq üstə dursalar, bizim kamera çəkənlərimiz götürə bilsələr, əl-qol hərəkətləri ilə göstərə bilərlər təxmini ki, bu idman növü bax bu formadadır, yoxsa? Bəli, olar, göstərə bilərlər. Dostlar, əgər imkanımız varsa, bax elə keçəriz masa ətrafına, imkan varsa bir göstərək görək bu idman növü. Bəli, siz ikiniz uşaqlar. Çox irəli getməyək, bəs arxaya gələk zəhmət olmasa. Aha. Hazırsınızsa, buyurun. Fənd göstərsinlər. Hər hansı bir fənd göstərsinlər bu idman növündən. İstədiyiniz bir fəndi tətbiq eləyə bilərsiniz. Yəni, üzbəüz durun uşaqlar. Hə. Cavidan, hücum elə. Aha. Yıxsınlar yoxsa? Yox, ehtiyac yoxdur. Sadəcə elə bax bu formada göstər. Burada yekunlaşır bu fənd yoxsa? Xeyr, yerdə kontrolla yekunlaşır. Başqa bir fənd göstərmək olarmı uşaqlar? Olar. Aha. Burada bıçaqdan müdafiə var, tapancadan müdafiə var, dubinkadan müdafiə var, bir çox hücumlardan. Aha, aydın.